Salam, hər vaxtınız xeyir. Sizə bu videoda üçbucağın sahəsi yarımbaşlığına aid sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilmişdir və radiusu 5-dir. Düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilib və radiusu 5-dirsə, onda belə çıxır ki, hipotenuzu 10 imiş. Hipotenuzda çəkilmiş hündürlüyü isə 3-dür, h da 3-dür. Üçbucağın sahəsini tapın. S də bərabərdir 2də 1 CH. Bu da eləyir 2də 1 10 vuraq. Deməli 3 15. Cavab oldu A variantı. Sonra ikinci sual. Sahəsi 216 cm kvadratı olan düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilmişdir. Bu düzbucaqlı üçbucaq və bunun daxilinə bir çevrə çəkilmişdir. Həmin çevrə toxunma nöqtəsində hipotenuzu 2 və 3 nisbətində bölür. Onda bura 2K, bura 3K yaza bilərik. Onun uzunluğunu tapın, yəni hipotenuzun uzunluğunu tapın. Biz bilirik ki, yəni bu vəziyyətdə olduqda düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə və hipotenuzu m nisbətində bölürsə, onda S bərabərdir n vuraq n. Bunun isbatını Telegram kanalından izləyə bilərsiniz. Eləcə də bu düzbucaq üçün yox, bütün növ üçbucaqlar üçün bu şəkil olduqda maraqlı bir düstur çıxartmışdıq. Həmin düsturu hətta buradan yaza bilərəm. Deməli, əgər bir üçbucağın daxilinə çevrə çəkilibsə və həmin çevrə bir tərəfi n nöqtəsini, daha doğrusu həmin nöqtədə n hissəyə bölürsə, burada bir alfa yazıram. Onda belə çıxır ki, bunun sahəsi S bərabərdir n kotangens alfa bölünsün 2-dir. Maraqlı isbatı var, bunu Telegram kanalından baxa bilərsiniz. Qaydaq suala, bizdə isə sahəni 216 verir, bərabərdir 2K vuraq 3K. Bu deyilir 6K kvadrat bərabər 216-ya. Buradan K-nı taparıq 6. K 6-dırsa hipotenuzda bir C desək, hipotenuzda 5K-dır. Yəni 5 vuraq 6 eləyir 30. Cavab olur B variantı. Sonra baxaq üçüncü suala. Üçüncü sualda verilib ki, M nöqtəsi ABC üçbucağının BC tərəfinin orta nöqtəsidir. Tərəfin orta nöqtəsi olduğuna görə bunun sahəsinə biz S yazsaq, AMC də olar S. AMB üçbucağın sahəsinin ABC üçbucağın sahəsinə nisbətini tapın. SAMB bölünsün SABC bərabərdir. AMB bir dənə S-dir. Ümumi üçbucaqda 2 dənə S. S-lər qısa gedəndə qalar 2də 1. Cavab olur E variantı. Sonra baxaq dördüncü suala. ABC üçbucağında YD orta xəttdir. YD orta xətdirsə, onda biz bura bir S yazsaq, ümumi bu trapesiyanın sahəsi bilirik ki, deməli, bu trapesiyanın sahəsi olmalıdır 3S. Və bu da tərəfin orta nöqtəsini birləşdirən düz xətt olduğuna görə, buranın sahəsi ilə buranın sahəsi bir-birinə bərabər olmalıdır. 4S'i 2 yerə bölsək, 2S və 2S şəklində bölünməlidir. Onda bura qalar bir dənə S, burada qalar 2S. Ümumi sahəmiz 20 idi. 4S'imiz 20-dirsə, onda S'imiz aydın məsələdir ki 5-dir. A7 üçbucağın sahəsi də elə S-ə bərabərdir. Cavab olur 5. ABC üçbucağında A7 3-dür. Olarsa, deməli, 7 orta xətt olduğuna görə buralar bərabərdir. Bura 3-dürsə, burada 3-dür. Və bu iki xətlərdə bir-birinə bərabərdir. Bura ümumilikdə 6 olduğuna görə burada 6 olur. Ümumi ABC olur 12, yəni 6 və 6-nın cəmi. Baxaq növbəti 6-cı suala. Bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzu 3 dəfə artarsa, sahəsi necə dəyişər? Deməli, S bərabərdir. Bərabəryanlı düzbucaqlı üçbucağın bir katetinə A desək, o birisi də A və hipotenuzu A kök 2 olar. Onda bunun sahəsi 2də 1 A kvadratıdır. 2də 1 A kvadratıdır. Hipotenuzu C ilə işarə etsək, C bərabərdir A kök 2-yə. Onda biz S bərabərdir 2də 1. Bu iki dənə bərabərlikdən A-nı tapsaq, A bərabərdir C bölünsün kök 2. Gətirib yerinə yazsam, olar C-nin kvadratı bölünsün kök 2-nin kvadratı eləyər 2. Bu da eləyir C kvadratı böləş 4. Onda belə çıxır ki, hipotenuz 3 dəfə artdıqda bunun kvadratı qədər
Yəni 9 dəfə artmalıdır. Cavab olar C variantı. Bərabər yanlı üçbucağın kateti, daha doğrusu oturacağı 4'dür. 7-ci sual. Bərabər yanlı üçbucağın oturacağı 4'dür. Bu olsun bərabər yanlı üçbucaq və oturacaq 4'dür. Sahəsi 8 kök altında 6'dır. Onda oturacağı bir hündürlük çəkirik. Buna bir h yazsaq. 2'də 1 h vuraq 4 bərabərdir 8 kök altında 6'ya. Buradan h bərabərdir. Bundan bu ixtisar getsə 2, bundan da bu getsə qalar burada deməli 4. H-ı tapırıq 4 kök altında 6. Buraya yazdıq 4 kök altında 6. Bu da həm median olduğuna görə bu hündürlük. Bura bir 2, bura bir 2 yaza bilərik. Onda yan tərəf tapmaq üçün bu düzbucaqlı üçbucaqdan Pifagor tətbiq edərik. Bura A yazıram. A-nın kvadratı bərabərdir 4 kök altında 6'nın kvadratı üstə gəlir 2'nin kvadratı. A kvadrat bərabərdir 96 üstə gəlir 4. Buradan A bərabərdir 10'a. Cavab oldu E variantı. Sonra baxaq 8-ci suala. Sahəsi 4 kök altında 15 olan bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü 2 cm-dir. Yenə bərabər yanlı üçbucaqdır. Oturacağa çəkilmiş hündürlüyü 2'dir. Oturacağa bir C yazsam. 2'də 1 vuraq 2 vuraq C bərabərdir. Sahəsini 4 kök altında 15 verib. Onda buradan C-ni taparıq 4 kök altında 15. Üçbucağın yan tərəfini tapın. Oturacaq 4 kök altında 15 ise onda bura 2 kök altında 15. Burada 2 kök altında 15 olar. Bura bir A yazsaq. Pifagordan A kvadrat bərabərdir 2'nin kvadrat üstəgən 2 kök 15'in kvadratı. A kvadrat bərabərdir 4 üstə gəlir 60. Bu da 64'e bərabərdir. Deməli A 8 imiş. Cavab oldu C variantı. Sonra baxaq 9-cu suala. ABC'də AB 10'dur. Buraya yazıram 10. AC'ni veribdir 12. Burada yazdım 12. Bucağı da verib sahəni istəyir. S bərabərdir 2'də 1 AB sinus alfa. Yəni 2'də 1 10 vuraq 12 vuraq. Sinüs 30 dərəcədə də 2'də 1 alır. Bu da bərabərdir 120'ni 4'e bölsək 30 almış olarıq. Cavab olur 30 E variantı. 10-cu sualda AC-ni veribdir 6. AB-ni də veribdir deməli 20. Yenə yazırıq S bərabərdir 2'də 1 AB sinus alfa. Yəni 2'də 1 20 və vuraq 6 vuraq sinüs 30 dərəcədə 2'də 1 alır. Bu da eləyir 120 bölək 4. Burada da alırıq 30. Cavab olur A variantı. Sonra baxaq 11-ci suala. Sahəsi 216 olan katetlər nisbəti 3'ün 4'ü olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Bu olsun düzbucaqlı üçbucaq və katetlərin birinə 3x, digərinə 4x yazırıq. Aydın məsələdir ki, Pifagordan hipotenuzu 5x olur. Sahəsi S bərabərdir 2'də 1 3x vuraq 4x olur. Bunu verib 216. Buradan alırıq 6x'in kvadratı bərabər 216'ya. X bərabərdir 6'ya. X 6'dırsa hipotenuzda 6 5x idi. Olur 5 vuraq 6. Bu da bərabərdir 30'a. Cavab oldu C variantı. Sonra 12-ci sual. AD və BC parçaları düzbucaqlının diagonallarının o kəsişmə nöqtəsində kəsişərsə, ştrixlənmiş hissənin sahəsi düzbucaqlının sahəsinə nisbətini tapın. Burada OAB üçbucağını biz simmetrik çevirsək, bu aşağıdakı ağ olan yerə qoysaq daha düzgün olar. Deməli, olar bu şəkildə. Və bu qırmızı ilə işarələdi. Biz bilirik ki, düzbucaqlının diagonalları ilə ayırdığı üçbucaqların sahələrinin hər biri bərabərdir. Onda bura S-dirsə, burada S-dir. Yuxarı ümumi də S-dir, aşağı ümumi də S-dir. Fikir verirsə, ştrixlənmiş hissə 4 dənə S olur. Yazıram 4S 12-ci sualda. Ümumi, daha doğrusu ştrixlənmiş hissə 3 dənə S-dir. Biri buradır, biri buradır, biri də aşağıdakıdır. Yazıram sürətə də 3S. S-lər gedir, qalır 4'də 3. Ümumi 4S idi. Cavab oldu B variantı. 13-cü sualda da aşağı hissəni qatlayıb bu yuxarı ağ hissəyə qoyuruq. Onda belə çıxır ki, bu ştrixlənmiş hissə bir dənə S oldu. Buralara da S yazıram. Onda görürük ki, ümumi 4 dənə S-dir. Yazıram 4 dənə S. Ştrixlənmiş hissə də bir dənə S. S-lər ixtisar gedəndə qalır 4'də 1 E variantı. Sonra baxaq 14-cü suala. Bir bucağı 30 dərəcə düz bucaq təpəsindən çəkilmiş hündürlüyü 3 cm olan düz bucaqlı üçbucağın sahəsini tapın.
Deməli düzbucaqlı üçbucaqdır. Bir bucağı 30 dərəcədir. Bura yazıram 30 dərəcə. Hipotenuzda çəkilmiş düzbucaq təpəsindən çəkilmiş hündürlüyü 3'dür. Bu hündürlük 3'ə bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır deyə, onda bura 6'dır. Bizə lazımdır düzbucaqlı üçbucağın sahəsi. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni bura bir ay yazsam, onda 60 dərəcəli bucaq qarşısındakı katetdən kök altda 3 dəfə kiçik olmalıdır. Bura 6 olduğuna görə, onda bura olur 2 kök 3. Sahəni yaza bilərik. S bərabərdir 2'də 1. 2 kök 3 vuraq 6. Bu da bərabərdir 6 kök 3'ə. Cavab olur A variantı. 15-ci sual. Bir bucağı 60 dərəcə olan düzbucaq təpəsindən çəkilmiş hündürlüyü 9 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Yenə bir düzbucaqlı üçbucaq çəkirik və bir bucağına yazıram 60 dərəcə. Hipotenuzda çəkdiyimiz bir hündürlüyümüz 9'a bərabərdir. Aydın məsələdir ki, bura 30 dərəcədir. 30'un qabağı 9'sa bu hipotenuz 18 imiş. Söhbət bu balaca qırmızı ilə işarə etdiyim düzbucaqlı üçbucaqdan gedir. Deməli, buranı tapdıq 18. Sonra nəyi tapa bilərik? Deməli, 60'ın qabağı 9'sa bura aydın məsələdir ki, 30'dur. 60'ın qabağı 9'sa 30'un qabağı 3 kök 3'dür. 30 dərəcənin qabağı 3 kök 3'dürsə, onda hipotenuz 6 kök 3'dür. S bərabərdir 2'də 1. 18 vuraq 6 kök 3. Bunlar da ixtisar gedir, qalır 54 kök 3. Cavab olur D variantı. Sonra baxaq 16-cı suala. ABC üçbucağında BM və CM medianlardır. SABC 150 cm kvadrat olarsa ştıqlanmış hissənin sahəsini tapın. Ümumi 150 cm kvadratı olduğuna görə, deməli, mən buradan bir dənə də belə bir xətt çəkirəm. Yəni 3-cü median çəkirəm artıq. Biz bilirik ki, median 3 dənə median üçbucağı 6 bərabər hissəyə bölür. Bura S-dirsə, burada S-dir, burada S-dir, burada. Yəni fikir verin, 6 dənə S bərabər oldu 150'yə. S'i buradan tapdıq 25. Ştırxlənmiş hissədə 4 dənə S-dir. Yazıram 4S bərabərdir. 4 vuraq 25. Bu deyilir 100. Cavab oldu 100 D variantı. Sonra baxaq 17-ci suala. Bərabər yanlı üçbucağın oturacağı 12 cm, yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyükdür. Bərabər yanlı üçbucaq olsun belə. Oturacağı 12'dir. Yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyükdür. Buna bir x yazsaq, bura olur x plus 2. Bu da mediandır deyə 6 bölünür. Buradan Pifagor tətbiq etsək, x'in kvadratı üstə gəl 6'nın kvadratı bərabərdir x plus 2'nin kvadratı. X'in kvadratı plus 36 bərabərdir x'in kvadratı plus 4x plus 4. X'in kvadratları ixtisar getdi. Buradan x'i tapdıq 8. Bizə lazımdır üçbucağın sahəsini tapmaq. Yazıram S bərabərdir 2'də 1. Tərəfi 12 və 12'yə çəkilmiş hündürlükdə x deyən 8. Bu da eləyir 48. Cavab oldu 48. D variantı. Sonra baxaq 18-ci suala. Düzbucaqlı üçbucaqda hipotenuzda endirilmiş hündürlük hipotenuz uzunluqları 4 cm və 9 cm olan iki hissəyə ayırır. Bu olsun düzbucaqlı üçbucaq. Hipotenuzda çəkdiyimiz hündürlük. Buranı 4, buranı 9 hissəyə bölür. Bura yazıram 6. Daha doğrusu h. Onda h'ın kvadratı bərabər 4 vuraq 9. Buradan h'ı tapırıq 6. Bura yazdım 6. Sonra deyir üçbucağın sahəsini tapın. S bərabərdir 2'də 1. Vuraq 6 vuraq 13. Bu da eləyir 39. Demək cavab oldu A variantı. Baxaq 19-cu suala. ABC üçbucağında BM-in MC-yə nisbəti 3'ün 4'dədir. Bura yazıram 3x, bura yazıram 4x. Onda bunun sayısı 3s, bunun sayısı 4s olaraq qeyd edə bilərik. ABC 84'dür. Yəni 7 dənə x'imiz 84'dür. Onda S bərabərdir 12'yə. AB'yi istəyir, o da 3s'dir. Yəni 3 vuraq 12 bərabər 36. Sonra baxaq 20-ci suala. Dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sayısı 9 kök 3 cm kvadratına bərabərdir.
Həmin dairənin daxilinə çəkilmiş kvadratın sayəsini tapın. Dairənin daxilinə çəkilib bərabər tərəfli üçbucaq və bunun sahəsi 9 kök 3'dür. Yazıram a kvadratı kök 3 bölək 4 bərabər tərəfli üçbucağın sahəsi bərabərdir 9 kök 3'ə. Buradan kök 3'lər gedir və a-nı tapırıq 6. Deməli bu bərabər tərəfli üçbucağın tərəfi 6 imiş. Onda həmin radiusu tapsaq r bərabərdir. A kök altında 3 bölək 3 6 yazsaq alarıq 2 kök 3. Deməli həmin dairənin radiusu 2 kök 3'dür. Və bunun daxilinə çəkilmiş həmin dairənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Daxilinə bir kvadrat çəkirəm. Və bunun radiusunu bilirik 2 kök 3. Onda diametri aydın məsələdir ki olur 4 kök 3. Kvadratın diagonalı 4 kök 3'dürsə onda tərəfi bura bir a yazsaq bilirik ki a kök altında 2 bərabər 4 kök 3 olmalıdır. Buradan a bərabərdir 4 kök 3 bölək kök 2'yə. Hər tərəf kök 2'yə vursaq alarıq 2 kök altında 6. Kvadratın tərəfi 2 kök altında 6'dırsa s bərabərdir kvadratın sahəsi a kvadratdır. Bu deyilir 2 kök altında 6'nın kvadratı yəni 24. Deməli cavab oldu burada C variantı. Sonra baxaq 21-ci suala. 21-ci sualda verilib ki AB 4'dür. Buraya yazıram 4. AD-ni verib 6 və bu bucaqlar verilib bərabər. ADS üçbucağının sahəsinin ABS üçbucağının sahəsinə nisbətini tapın. Yazıram SADS bölək SABS bərabərdir. ADS üçbucağının sahəsi 2'də 1. AB tərəfi, daha doğrusu AD tərəfi 6. Vuraq AC tərəfi və onlar arasındakı bucaq sinus alfa. ABS üçbucağı 2'də 1. Deməli AB tərəfi yəni 4. Bir də AC tərəfi və AB və AC arasında qalan bucaq sinus alfa. Sinus alfalar buradan ixtisar gedir. AC tərəflər ixtisar gedir. 2'də 1'lər ixtisar gedir. Alırıq 6 bölək 4. Bu deyilir 1/5. Cavab oldu A variantı. Sonra baxaq 22-ci suala. ABS üçbucağında bucaq ACB-ni verib 135 dərəcə. Bu olsun bizim üçbucaq. Bura yazdıq 135 dərəcə. ACDB. Sonra AC-ni verib 6. AC-ni verib 6. Sonra deyir AC tərəfindən aid BD hündürlüyü isə 2 olarsa BD hündürlüyü də 2'dir. ABD üçbucağının sahəsini tapın. Daha doğrusu AC-ni verib 6. Biz BC-yə yazmışıq. Buranı düzəldək. Deməli AC-yə yazdıq 6. Bura 135'dirsə onda bura 45 imiş və bu düzbucaqlı üçbucaq deyə burada 45'dir. Bərabər yanı düzbucaqlı üçbucağın katetləri bərabərdir. Onda burada 2'dir. ABD üçbucağın sayəsini tapmaq üçün yazılır S bərabərdir 2'də 1. Bu katet yəni 8 və hündürlük 2. Bu da eləyir 8. Cavab olur C variantı. Sonra baxaq 23-cü suala. Düzbucaqlı ABC üçbucağında B düzbucaq təpəsindən BK medianı çəkilmişdir. Bucaq C 30 dərəcə. AB-ni veribdir 4 cm olarsa BCK üçbucağının sahəsini tapın. Deməli belə bir düzbucaqlı üçbucaqdır və buradan bir median çəkib BK. Burada A da bura C'dir. Burada 30 dərəcədir. Və AB-ni verib 4, burada 4'dür. Biz bilirik ki 30 dərəcə bucaq qarşısındakı katet 4-sə, onda hipotenüs 8 olmalıdır. Hipotenüs 8 isə və bu da median olduğuna görə bu da 4'dür, bu da 4'dür və medianın özü də 4'ə bərabər olmuş olur. Bizə lazımdır BCK üçbucağının sahəsini tapmaq. Hipotenüsü 8'dir, bir katet 4'dür. Burada aydın məsələ 4 kök 3'dür. 60 dərəcənin qabağıdır deyə burada 60 dərəcədir. BCK üçbucağının sahəsini tapmaq üçün bir tərəf, yəni 2'də 1 vuraq, 4 vuraq, 4 kök 3 vuraq, 30 dərəcə, yəni sinus 30 dərəcədə də alır 2'də 1. Bu 2 ilə 2 4 elir, bu 4'ün birini ixtisar apararaq qalar 4 kök 3'ün özü. Cavab oldu D variantı. Sonra baxaq 24-cü suala. İti bucaqlarından birinin tangensi 2,4 olan düzbucaqlı üçbucağın sahəsi 120 olarsa hipotenüsü uzunluğunu tapın. Deməli bu olsun bizim düzbucaqlı üçbucaq. İti bucaqlarından birinin tangens alfa, bura bir alfa yazsaq, bərabərdir 2,4. Buna da 10'da 24 yazaq. İxtisar aparsaq 12/5.
Onda bura bir 12x, bura bir 5x yaza bilərik tangens olduğuna görə. Buranı Pifagordan 13x taparıq. Sahəsi 120'dir. Yazıram s bərabərdir 2'də 1. 12x vuraq 5x bərabərdir 120'yə. Buradan alırıq 30x kvadrat bərabərdir 120'yə. X də bərabərdir 2'yə. Hipotenuzun uzunluğu da 13x'dir. Yəni 13 vur 2. Bu da edir 26. Cavab oldu E variantı. Sonra baxaq 25-ci suala. ABC üçbucağında Y nöqtəsi AC tərəfinin, K nöqtəsi BC tərəfinin orta nöqtəsidir. Deməli bu olsun ABC üçbucağı, ABC üçbucağı. Y nöqtəsi AC tərəfinin, bura oldu Y nöqtəsi. K nöqtəsi BC tərəfinin, burada oldu K nöqtəsi. Orta nöqtəsidir. BYK üçbucağının sahəsi ABC üçbucağı sahəsinə olan nisbətini tapın. BYK-nı birləşdirirəm. Bura orta nöqtədir deyə mən buradan burada bir median çəkə bilərəm. Deməli A nöqtəsindən K-nı birləşdirsəm bu da olur median. Və medianların kəsişmə nöqtəsindən bir dənə də median keçirmiş oluram. Heç bunu keçirtməsək də bu belə qalsın. Deməli nə edirik? Bura bir S yazsam, aydın məsələdir ki, burada S olar. Çünki tərəfin orta nöqtəsi bunlar bərabərdir. Sonra nə edə bilərik? Bu da tərəfin orta nöqtəsidir deyə bunlar bir-birinə bərabərdir. Bu hissə 2S olduğundan onda bu hissə də 2S-ə bərabərdir. BYK üçbucağının sahəsi 1 dənə S-dir. ABC üçbucağının sahəsi də 4 dənə S-dir. Bunlar da ixtisar getsə 1/4 qalar. Cavab olar E variantı. Sonra baxaq 26-cı suala. S1 düz xətti AB parçasına paraleldir. B1 S1, S1, S bir-birinə perpendikulyardır. Yəni bura düz bucaqdır. AB-ni verib 3. Bura yazdıq 3. Sahə ACB-ni verib 6. Gəlin belə eləyək. BC1-i köçürək bura. Və bu da gedib bu tərəfin uzantısına düşür. Biz də bir ikizbucaqlı üçbucaqda sahə 2'də 1 vuraq. Tərəf yəni 3. Buna da bir H yazsam. 3'ə çəkilmiş hündürlük kənara düşməli idi və düşübdür. H bərabərdir 6'ya. Buradan H bərabərdir 4'ə. Bizdən istədiyi elə BC1'dir. BC1'də elə 4'ə bərabərdir. Yəni bu hündürlüyə bərabərdir. Cavab olur 4. 27'də də eyni sualdır. AB-yə yazırıq 2. BC1'i veribdir 3. Biz bunu paralel götürsək bura. Bu gedib AB tərəfin uzantısına düşər. Və burada olar 3. Onda S bərabərdir. 27-ci sualda S bərabərdir. 2'də 1 vuraq. 2 vuraq 3. Buradan alarıq 3. Cavab olar B variantı. Sonra 28-ci sual. M-in parçası ABC üçbucağının orta xəttidir. MON üçbucağının sahəsinin MBN-ə nisbətini tapın. MBN-ə nisbətini tapın. Deməli həmin şəkili buradan çəkim. Üzərində izah edək şəklin. Bunlar medianlardır. Orta nöqtənin uzun nöqtələrini birləşdirdiyinə görə orta xəttin. Deməli biz bura bir S yazsaq daha doğru olar. Deməli ora S-dirsə onda aydın məsələdir ki bu aşağı hissə 3S-ə bərabərdir. Bu iştiqlədiyimiz hissəyə də bir S yaza bilərik. Çünki tərəfin orta nöqtəsidir bu nöqtə. Burada yazdıq S. Və bu median olduğuna görə bura bir X yazsaq. Burada aydın məsələdir ki onlar 2x. Çünki medianların kəsişmə nöqtəsi bu 2-nin birə nisbətinə bölünür. Onda bunun sahəsi bura bir dənə A yazsaq. Burada olar 2A. A və 2A'nın cəmi A üstə gəl 2A'nın cəmi S-ə bərabərdirsə onda buradan A bərabərdir S bölək 3. Onda yazaq MON. MON fikir versə bir dənə A-dır. MB'nin də S-dir. Burada bir S yazıram. A-mız da S bölək 3'dür. Yazıram S bölək 3. Burada S. S-lər ixtisar gedir. Qalar 3'də 1. Cavab olar C variantı. Sonra baxaq 29-cu suala. M-in parçası ABC üçbucağının orta xəttidir. MON-in ABC-yə nisbətini tapın. Yenə eyni şəkildir. Deməli şəkil çəkirəm. Bu olsun bizim şəkil. Bura yazıram. Deməli S. Aydın məsələ tərəfin orta nöqtəsi deyə burada ümumilikdə S-ə bərabərdir. Hətta biz bayaq tapdıq.
Bura S bölünsün. Deməli, neçə yaza bilərik? Adı. A-nı da tapmışıq S bölü 3. Bura yazıram S bölünsün 3. Burada olur 3-də 2S. Deməli, əla. Bu oldu belə. Və bura S olduğuna görə ümumi aşağıdakı trapesiya 4S idi. Aşağıdakı ümumi trapesiya 4, daha doğrusu 3S idi. Biri də burada var. Ümumi üçbucağımız olur 4S. Ümumi üçbucağa yazıram 4S. MON isə S bölünsün 3'dür. Yazıram S bölünsün 3. Buradan alırıq S bölünsün 3, vuraq 4S-də 1, S-lər gedir, qalır 12-də 1. Bunu qayda olaraq da əzbərləyə bilərsiniz. Bu balaca hissə ümumi üçbucağın 12-də 1 hissəsinə bərabərdir. Və bunlar da medianların kəsim nöqtəsində deməli 6 yerə bölünür. Belə bir xətt çəksə, bunların hamısı da S-ə bərabərdir. Beləcə də yadımızda saxlaya bilərik. Sonra baxaq 30-cu suala. ABC üçbucağında AD tənböləndir. AB-ni verib 6, AC-ni verib 3, ABD 4-dür. ABC üçbucağın sayəsini tapın. ABC üçbucağında, bu olsun ABC üçbucağında AD tənböləndir. Belə bir tənbölən çəkirəm. AB-ni verib 6, AC-ni veribdir 3. Onda belə çıxır ki, tənbölən xassəsinə görə biz bura 2x və x yaza bilərik. Sonra ABD-ni veribdir 4 sahəsini. ABD-nin sayəsi 4-dür. Bura 2S-dirsə, onda bu sayəsi S-ə bərabərdir. 2S-i veribdir 4. Onda S neçəymiş? 2. Ümumi ABC-də 3 dənə S-dir. Bu da 3 vuraq 2 bərabərdir 6-ya. Cavab olur D variantı. 31-ci sual. 3 tərəf verilibsə, üçbucağın perimetrini tapmaq üçün herondan istifadə edə bilərik. P bərabərdir 4 üstə gəl 5 üstə gəl 7. Bu da eləyir. Deməli 16. Yarım perimetr bərabərdir 8-ə. S bərabərdir kök altında. 8 vuraq. 8-dən 4 çıxsaq 4. 8-dən 5 çıxsaq 3. 8-dən 7 çıxsaq 1. Kök altında 8 vuraq. 12. Bu da 96 eləyir. 96'dan da 4 kök altında 6 çıxır. Cavab olur D variantı. 32-ci sual. Tərəfləri veribdir. Yarım perimetri tapaq. Toplayırıq eləyir. Deməli 11, 16. Yarım perimetr eləyir 8. Daha doğrusu 11, 7 yanında 18. Yarım perimetr eləyir 9. S bərabərdir kök altında. 9 vuraq. 9'dan 5 çıxanda 4. 9'dan 6 çıxanda 3. 9'dan 7 çıxanda 2. Bu da eləyir 6 kök altında 6. Cavab eləyir A variantı. Sonra baxaq 33-cü sual. Üçbucağın kiçik hündürlüyünü tapın. Biz bilirik ki, üçbucağın kiçik hündürlüyü böyük tərəfinə çəkilir. Və 7, 24, 25 də Pifaqor ədədlərdir. Pifaqor ədədlərdirsə, onda bu düzbucaqlı üçbucaq imiş. Buraya yazıq düzbucaqlı üçbucaq. Bura 7, bura 24, bura 25 olsun. Düzbucaqlı üçbucağın kiçik hündürlüyü hipotenuzla çəkilir. Hipotenuzla bir çəkilən hündürlüyə H yazsam, onda H bərabərdir AB bölünsün C ilə tapa bilərik. 7 vuraq 24 bölək 25. Bunu da deməli hər tərəfi 4-ə vururam. Bu da eləyir 100-də. Sürətdə 7 vuraq 96. Bu da bərabərdir 100-də. 7 dəfə 6 42, 7 dəfə 9 63, 67. 100-də də bölsək altdan %72. Cavab eləyər B variantı. Sonra baxaq 34-cü suala. Düzbucaqlı ABC üçbucağında bucaq B-ni verib 90 dərəcə. Bucaq A-nı da verib 60 dərəcə. Bura yazırıq 60 dərəcə və bu adı B-dir, C-dir. Buradan belə bir xətt çəkib və burada K yazırıq. BC-ni veribdir 4 kök 3. Bura bilirik ki 30 dərəcədir. 60-ın qabağı 4 kök 3-dür, 30-un qabağı 4-dür. Onda hipotenuzda 8 imiş. B düz bucaq təpəsindən BK medianı çəkilmişdir. Deməli bu median imiş. Bunların üçü də bir-birinə bərabərdir. ABK üçbucağının sahəsini tapın. ABK üçbucağının sahəsi bu mediandır deyə ümumini yarıya bölür. Ümumi sahə bərabərdir. S bərabər 2-də 1, 4 vuraq 4 kök 3. Bu da eləyir 8 kök 3. Ümumi sahəmiz 8 kök 3. Sonra bura 4 kök 3. Burada 4 kök 3 olaraq bölünür. Bizə lazımdır 4 kök 3. Cavab oldu B variantı.
Sonra 35-ci sual. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianı 5 sm, katetlərinin biri 6 sm olarsa, üçbucağın sahəsini tapın. Bu olsun düzbucaqlı üçbucaq. Düzbucaq təpəsindən çəkilmiş median 5-dir. Bu median ise bunun üstə bərabər olmalıdır və 5-dirsə hipotenuz 10 imiş. Katetlərin biri 6-dırsa onda o bir katet 8-dir. Sahə bərabərdir 2-də 1. 6 vuraq 8, bu da eləyir 24. Cavab oldu C variantı. Sonra baxaq növbəti suala. 36-cı sual. ABCD düzbucaqlı A7 bərabər tərəfli üçbucaqdır. AD-ni veribdir 10. Şıxlənmiş hissənin sahəsini tapın. Deməli, şəkil belədir. Bu bərabər tərəfli üçbucaqdır. A7 AD-ni veribdir 10. Bərabər tərəfli üçbucaqdırsa, onda bunun sahəsini rahatlıqla tapa bilərik. S bərabərdir A kvadrat kök 3 bölünsün 4. Bu da eləyir 100 kök 3 bölək 4, yəni 25 kök 3. Bura eləyir 25 kök 3. Və biz bilirik ki, düzbucaqlıda bu vəziyyət yaranırsa, bu ikisinin cəmi bura bərabərdir. Rahatlıqla isbat da eləyə bilərik bunu. Yəni isbata mailə gəlir ki, ehtiyac yoxdur. Şıxlənmiş hissənin sahəsini istəyir. Bunun birinə S yazsaq, o birisi də S olur. 2 dənə S bərabərdir 25 köksə və bizdən də elə 2 dənə S istəyir. Cavab olur C variantı. AD-ni 8 veribsə, onda yaza bilərik S bərabərdir 64 kök 3 bölünsün 4. Bu da eləyir 16 kök 3. Şıxlənmiş hissə eləyir 16 kök 3. Cavab olur E variantı. Bərabər yanlı üçbucağın sahəsi 25-dir. 38-ci sual. Bərabər yanlı üçbucağın sahəsi 25-dir. Bu olsun bərabər yanlı üçbucaq və sahəsi 25-dir. Oturacağı pişik alfa bucağı üçün tangensi alfa 4-dür. Onda bir hündürlük çəkirəm və bura bir 4x yazsam, bura olar 2. Bu hündürlük həm də median da burada x olur. Üçbucağın sahəsi olur 2də 1 vuraq. 2x vuraq 4x. Bunu verir 25. Buradan alırıq 4x kvadrat bərabər 25. X bərabərdir 5 bölü 2, yəni 2 onda 5. Üçbucağın oturacağını tapın. Bu da 2x'dir. Yəni 2 vur 2 onda 5 bərabərdir 5'ə. Cavab olur C variantı. Sonra baxaq 39-cu suala. 39-cu sual. ABC üçbucağının AB və BC tərəfləri üzərində uyğun olaraq elə N və E nöqtələri götürülmüşdür ki, bu nisbətlər var. ABC üçbucağın sahəsini verib AMN üçbucağın sahəsini istəyir. Deməli bir ABC üçbucağı çəkirik. ABC üçbucağının AB və BC tərəfləri üzərində M və N nöqtələri götürülüb. Bura olsun M nöqtəsi, BC tərəfi üzərində də N nöqtəsi götürülsün. AM-in MB-yə nisbəti 2-nin 3-ədir. Yəni bura bir 2x yazsaq, bura aydın məsələdir 3x olar. BN-in NC-yə nisbəti 4-ün 5-ədir. Bura bir 4y yazsaq, NC də olar 5y. Və bizə deyir ki, ABC üçbucağı ümumi sahəmiz 90-dır. AMN üçbucağının sahəsini tapın. Həmin üçbucağı buradan ayırıram. Bizə bu üçbucağın sahəsi lazımdır. Ayın düz xətti ümumi üçbucağı fikir verin 2 hissəyə ayırır. 4-ün 5'ə. Onda birinin sahəsinə 4s, birinə də 5s yazsaq. 9s'i veribdir 90. Buradan s'i tapırıq 10. S oldu 10. S 10'dursa burada 4s idi. Deməli bu ABN olur 40. ABN olur 40. Sonra bu da fikir verirsə MN düz xəttdə bunu 3-ün 2'yə nisbətində bölür. Onda bunun sayəsində 3A, bunun sayəsində 2A yaza bilərik. 5 dənə A'mız bərabərdirsə 40'a, A da bərabərdir 8'ə. A-nı tapdıq 8. Bizə lazım idi AMN, o da 2A'dır. Yəni 2 vuraq 8 eləyir 16. Cavab olur D variantı. 40-cı sual. Radiusu R olan çevrə 3 nöqtə ilə 1, 1, 2 nisbətində bölünmüş və bölgü nöqtələr vətərlərlə birləşdirilmişdir. Çevrə 3 hissəyə bölünür. 1, 2 və 3. Birinə 1 hissəyə 2, birinə də 2, birinə 2 yazırıq. Fikir verirsə 2 üstə gəl 2 üstə gəl 2 bərabərdir 360'a. 4 dənə x bərabər 360'a. X bərabərdir 90'a.
Deməli onda bu 90, 90 və 180 bölünür. Bunları birləşdirirəm. Deməli bunlar birləşdirək. Bura 90 sonda aydın məsələdir. Bura 45'dir. Bura 90-dırsa burada 45'dir. Bura 180-dirsə onda bura 90 imiş. Alınan üçbucağın sahəsini tapın. Əla. Fikir versə bu düzbucaqlı üçbucaqçı onda hipotenüs üzərindədir bunun mərkəzi. Bura radiussa, burada radiusdur. Hipotenüsü 2r-dirsə onda katetlər bərabərdir və bunlar r kök altında 2 imiş ki, kök altında 2'yə vuranda hipotenüsü 2r eləyib. Bizdən istəyir sahəni s bərabərdir 2'də 1. 1 katet r böl r kök 2'dir. Digəri də r kök 2'dir. Kök 2'lər bir dənə 2 eləyər, qalar r'in kvadratı. Cavab B variantı. Sonra 41-ci sual. Düzbucaqlı üçbucaqda iti bucağın tənböləni qarşıdakı katet 4 və 5 cm uzunluğunda 2 parçaya bölür. Bu olsun düzbucaqlı üçbucaq. İti bucağın tənböləni, bu da iti bucağın tənbölənidir. Qarşıdakı katet 4 və 5 olan 2 parçaya bölür. Buraya yazıram 4x, onda bura olur 5x. Bu tənböləndir deyə. Bura biz artıq 4y və burada 5y olaraq qeyd edə bilərik. Kateti 4 və 5 santimetrlik. Bura nisbət deyil, elə bunu 4 və 5 qeyd edirik. 4 və 5, onda bura 4y, bura 5y olaraq qeyd edirik. Tənbölənin xassəsinə görə, çünki bu tənböləndir. Buradan Pifagor tətbiq eləyə bilərik. 4y-in kvadratı, yəni 16y kvadratı üstəgəl 9'un kvadratı, yəni 81, 5y-in kvadratı 25y kvadratı. 81 bərabərdir 9y kvadratı, buradan y bərabərdir 3'ə. Y 3'dür, onda bu katet 12'yə bərabərdir. S də bərabərdir 2'də 1, 1 katet 12'dir, digəri isə 9'dur. Bu da eləyir 54. Cavab olur A variantı. Baxırıq 42-ci suala. Üçbucağın iki tərəfinin cəmi 8 cm bərabər və onlar arasındakı bucaq 30 dərəcəyə bərabərdir. Bu tərəflərin uzunluqlarının neçə olmalıdır ki, onun sahəsi ən böyük olsun? İki tərəfin cəmi 8'dir. Bu olsun bizim üçbucaq. Bura bir x yazsaq, onda bir tərəfi də olar 8 sıx 2. Onlar arasındakı bucaq 30 dərəcədir və bunun sahəsi s bərabərdir 2'də 1. X vuraq 8 çıxaq 2. Vuraq sinüs 30, bu da 2'də 1. S bərabərdir, alırıq 4'də 1. Bunu da vurub başlasaq, alarıq 8 2 minus x'in kvadratı. Bir sözlə bu mənfi 4'də 1 x kvadratı plus 2x olur. Bizə lazımdır ki, bu tərəflərin uzunluqları neçə olmalıdır ki, onun sahəsi ən böyük olsun. Yəni bu ifadə ən böyük qiymətini alması üçün x nə olmalıdır, onu istəyir. Yəni m-i tapmalıyıq. M bərabərdir, mənfi b bölünsün 2a. Bu da eləyir mənfi. B'miz buradan 2'dir. 2a. A'mız da mənfi 4'də 1'dir. Yəni 2 vuraq. Mənfi 4'də 1. Buradan 2'lər gedir. Mənfilər də gedir. Tapırıq 4. Deməli bunun burada 2 4 olmalıdır ki, bu ifadə ən böyük qiymətini alsın. Bir tərəf 4'dürsə cəm də 8 eləmək üçün o birisi də 4 olmalıdır. Deməli cavab olur B variantı. Sonra baxaq növbəti 43-cü suala. Radiusun ortasından ona perpendikulyar çəkilən vətənin uzunluğu 6 cm-dir. Bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın sayəsini tapın. Deməli, radiusun ortasından bu çevrə olsun və bu da radius olsun. Radiusun ortasından ona perpendikulyar çəkilən vətənin uzunluğu 6'dır. Deməli, bu vətənin uzunluğu 6 imiş. Biz də bilirik ki, radiusun ortasından ona perpendikulyar çəkilibsə, deməli bu vətər yarıya bölünür 3 3 olaraq. Radiusun ortası olduğuna görə bura biz deməli r böl 2 yaza bilərik. Buranı da birləşdirsək aydın məsələdir, bu da r'dir. Onda bu düzbucaqlı üçbucağa Pifagor tətbiq etsək, r kvadrat bərabərdir 3'ün kvadratı üstəgəl r böl 2'nin kvadratı. R kvadrat bərabərdir 9 üstəgəl r kvadratı böl 4. Hər tərəf 4'ə vursaq 4r kvadrat bərabərdir 36 üstəgəl r kvadratına. 3 dənə r kvadrat bərabərdir 36'ya. R kvadrat bərabərdir 12'yə və r də bərabərdir 2 kök 3'ə. Bizə deyir bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın sayəsini tapın.
Bu çevrənin xaricinə əgər bir düzgün üçbucaq çəkilibsə, onda biz radius düsturundan istifadə edərək A kök 3 bölünsün 6'dır təbii ki. Tərəfi tapa bilərik. Bunu bərabər edirəm 2 köksə. Kök 3'lər gedir. Deməli bunun tərəfi 12 imiş. Üçbucağın da sahəsi A kvadratı kök 3 bölünsün 4'dür. Bu da elə 144 kök 3 bölünsün 4. Bu da bərabərdir 36 kök 3'ə. Cavab olur C variantı. Sonra baxaq 44-cü suala. Radiusa perpendikulyar olub onun ortasından keçən vətərin uzunluğu 4'dür. Deməli bu olsun bizim çevrə və radius da budur. Radiusun ortasından bir vətər keçir və bunun uzunluğu 4-dürsə, aydın məsələdir ki, bu 2 bölünür. Bura 1 r yazsaq, burada onsuz da r bölü 2'dir radiusun ortasından keçdiyinə görə. Deməli Pifagor teoreminə görə 2'nin kvadratı 4 üstə gəl r bölü 2'nin kvadratı bərabər r kvadratına. 4 üstə gələk r kvadratı bölü 4 bərabər r kvadratına. 4 bərabərdir 4'də 3 r kvadratına. Buradan da r bərabərdir 16 bölək kök 3'ə. Və bu çevrənin daxilinə çəkilmiş. Biz də bilirik ki, bu çevrənin daxilinə çəkilibsə bir üçbucaq, düzgün üçbucaqdan söhbət gedir. Bu A kök 3 bölünsün 3 düsturundan hesablanır. Bu bərabərdir 16 bölünsün kök 3'ə. Buradan kök 3 bunlar ixtisar gedir. A'nı tapırıq 16. Tərəfi 16'dırsa bu üçbucağın deməli bizə sahəsi lazımdır. Daha doğrusu burada kök alanda 16'dan kök almadıq. Bu 4 böl kök 3 olur. Bu da eləyir 4 böl kök 3. Onda aydın məsələdir ki, buradan r bərabərdir 4'ə. S də bərabərdir. R bərabər deyilik, daha doğrusu A bərabərdir 4'ə. Çünki bu 2 bərabərlikdən A'nı tapırıq. A 4'dür. S də bərabərdir A kvadratı. Yəni 16 kök 3 bölünsün 4. Bu da bərabər 4 kök 3'ə. Cavab oldu B variantı. Çalışıram biraz tez-tez izah edeyim. Çünki bölmədə suallar çoxdur. Bütün suallara baxmaq üçün. Həm də video biraz uzun çıxmasın. Siz videonu dayandıraraq və yaxud da ki 0.5 x-ə qoyaraq rahat-rahat dərk eləyə baxa bilərsiniz. Sonra baxaq 45-ci suala. Radiusu 8 cm olan çevrənin A nöqtəsindən uzunluqları radiusa bərabər olan AB və AC vətərləri çəkilmişdir. Deməli, radiusu 8 olan çevrənin A nöqtəsindən, bu olsun A nöqtəsi, AB və AC vətərləri çəkilmişdir. Bu AB vətəri olsun. Bir dənə də AC vətəri çəkək. Bu da olsun AC vətəri. ABC üçbucağının sahəsini tapın. ABC üçbucağının sahəsini tapın. Radius 8'dir və uzunluqları radiusa bərabərdir. Bu AB və AC-nin. Onda bu da 8'dir. Bu da 8'dir. Tutaq ki, bu mərkəz bu üçbucağın daxilinə yerləşsə və bunları birləşdirirəm. Bunlar da bilirik ki, bu üçbucağın radiusudur. Onda bunlar da 8'dir. Bərabər tərəfli üçbucaqları görürük. Bucaqlar 60 dərəcə olur. Burada da 60 dərəcədir. Onda aydın məsələ tam bucaq olması üçün bura 240 dərəcə qalır. Bu aşağıdakı üçbucağa fikir verin. Bunun bir bucağı 240 dərəcədir. Üçbucağın bucağı 240 dərəcə ola bilərmi? Xeyr. Onda belə çıxır ki, bu belə deyilmiş. Deməli, bunu belə çəkək. AB, yəni bu mərkəz kənarda qalır. AB, AC, bu da olsun BC. Və bunların uzunluqları 8, 8'dir. Tutaq ki, mərkəz buradaymış. Buranı birləşdirirəm. Bu da 8'dir. Buranı birləşdirirəm. Bu da 8'dir. Onda mərkəzlə bu A nöqtəsini birləşdirirəm. Bu da 8'dir. Bərabər tərəfli üçbucaqdan buralar olur 60 dərəcə. Burada yazıram 60. Burada olur 60. Fikir verin, bu ABC üçbucağı artıq bilirik. Bir tərəfi 8'dir. Digər tərəf 8'dir və onlar arasındakı bucaq 120. 120 dərəcədə də kök 3 böl 2 alır. Buradan bunlar gedir. Deməli, qalır burada 2. 2 dəfə 8, 16 yanında da kök 3. Cavab olur 16 kök 3 A variantı. Sonra baxaq 46-cı suala. 46-cı sualda radius 6 olan çevrənin A nöqtəsindən uzunluqları AB bərabərdir AC, o da bərabər 6 kök 2 olan AB və AC vətərləri çəkilmişdir. Bu olsun çevrə, bu da olsun A nöqtəsi.
Bu olsun AB vətəri, bu da olsun AC vətəri. Və bunların uzunluğu 6 kök 3'dür, radius 6 idi. Bu BC-ni də birləşdirirəm. Sonra ki, bu mərkəz burada xaricdədir. O nöqtəsi burada olsun. Bunların uzunluğunu vermişdi 6 kök 2 və 6 kök 2. Buradan buranı birləşdirirəm və buranı da birləşdirirəm. Radiusu vermişdi 6. Radius 6, 6. Eyni zamanda burada 6. Fikir verin 6, 6, 6 kök 2. Onda burada 90 dərəcə, burada 90 dərəcə. Yəni bunlar bərabər yanlı düzbucaqlı üçbucaqdır. Onda belə çıxır ki, bu o nöqtəsi, fikir verin bu 90, 90, 180 bu açıq bucaq olmalıdır. Onda belə çıxır ki, bu o nöqtəsi tam da bu BY düz xəttin üzərində yerləşirmiş. Mərkəz buradaymış. Radius 6 idisə bura 6, bura 6, 12 olur. Bura 6 kök 2, burada 6 kök 2 və burada 90 dərəcə. Bizə lazımdır ABC üçbucağın sahəsi S bərabərdir 2-də 1, 6 kök 2, vuraq 6 kök 2. Bu da bərabərdir. Kök 2, kök 2 və 2 gedir. 6 dəfə 6, 36. 46-cı sualda cavab olur deməli B variantı. Sonra baxaq 47-ci suala. Bunlar çox maraqlı suallardır. 47-ci suala baxaq. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 6 cm. Daxili bucaqların sinusları 1 böl kök 3, kök 2 böl kök 3 və 1. Fikir verin sinus 1-dirsə, deməli bunun bir bucağı 90 dərəcəymiş ki, sinus 90-da 1 alıb. Deməli bu düzbucaqlı üçbucaq imiş. Bu bucağın sinusu 1'dir. Daxili bucaqların sinusları biri kök 2 böl kök 3'dür, biri də 1 böl kök 3'dür. Bura bir alfa yazmayaq, alfa qeyd eləmişik. Bura bir beta bucağı yazsam və bizə verib sinus beta bərabərdir. Sinus betanı veribdir. Tutaq ki 1 böl kök 3. Üçbucağın xaricinə çəkilmiş çevrə olduğun 6-dırsa, deməli bunun hipotenuzu 12 imiş. Sinus beta 12-dirsə, bura bir A yazıram. Burada bir B yazıram. Sinus beta bərabərdir B böl 12'ye. Bu da bərabər 1 böl kök 3'ə. Buradan aydın məsələdir ki, B bərabərdir 12 böl kök 3'ə. Yəni B'nin tapırıq 4 kök 3. Bura oldu 4 kök 3. Sonra digərindən bura bir gamma bucağı yazsaq, sinus gamma bərabərdir A böl 12'ye. Bunu da veribdir kök 2 böl kök 3'ə. Buradan A bərabərdir 12 kök 2 böl kök 3. Hər tərəf kök 3'ə vursaq, alarıq 4 kök altında 6. Burada oldu 4 kök altında 6. Bizə lazımdır üçbucağın sahəsi. S bərabərdir 2-də 1, 4 kök 3, 4 kök altında 6. Buradan bununla bunu ixtisara apardım. Qaldı 8 kök altında 18. Kök altında 18 də 3 kök 2 deməkdir. 3'ü də 8'ə vursaq 24 kök 2 almış oluruq. Cavab olur D variantı. Sonra baxaq 48-ci suala. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 9'dur və yenə fikir verin sinus 1'dir. Deməli sinus alfa 1'dirsə, onda alfa 90 dərəcəymiş. Düzbucaqlı üçbucaqdan bura 90 dərəcəymiş. Bura bir beta bucağı yazıram, bura olsun gamma bucağı. Xaricinə çəkilmiş çevrənin radiusu 9-sa, hipotenuz 18'dir. Bura yazaq B tərəfi, bura yazaq A tərəf. Onda sinus beta bərabərdir A böl 18'ə. Bu da bərabərdir kök 5 bölünsün. Deməli olsun 3. Bunlar getdi. A-nı tapdıq 6 kök 5. Bura oldu 6 kök 5. Sonra daha doğrusu sinus betadan bura B idi. Bura bir B yazıram. B-ni tapırıq 6 kök 5. Bura oldu 6 kök 5. Sonra sinus gammadan istifadə edək. Sinus gamma bərabərdir A böl 18. Bunu da verib bizə 2 böl 3. Bunlar getdi. A bərabərdir 12'ye. Bura yazdıq 12. S bərabərdir 2'də 1. 6 kök 5 vuraq 12. Bundan da bu ixtisar getdi 6. Eləyir 36 kök 5. 36 kök 5 də A variantına verilib. Baxaq 49-cu suala. ABC üçbucağında A en hündürlü üçdür. Bollu ABC üçbucağı, ABC üçbucağı A en hündürlü üçdür. Bura olsun en tərəfi. Bizə deyir AB 5'dir. Yazdıq 5. AC-ni veribdir 6. Bura yazdıq 6. BE-ni veribdir 3. Bu hündürlük olduğundan Pifagora görə buranı taparıq 4. Sonra Pifagora görə
bu tərəfdə tapa bilərik. 36-dan 16 çıxaram 20. Bura bir x yazsaq. X-in kvadratı bərabərdir 36 çıx 16. X-in kvadratı bərabər 20-yə. X bərabərdir 2 kök 5. Deməli, buranı da tapdıq 2 kök 5. Bizdən istədiyi ABE-nin sahəsi. Bura yazaq S1, bura yazaq S2. S1 bərabərdir 2-də 1, 3 vur 4, bu da eləyir 6. S2 bərabərdir 2-də 1, 4 vur 2 kök 5, bu da eləyir 4 kök 5. Bunların nisbəti lazımdır. 6 böl 4 kök 5. 2-yə bölsək 3 böl 2 kök 5. Cavab olur 3 böl 2 kök 5 A variantı. Sonra 50-ci sual. ABC üçbucağında AD hündürlükdür. Bu olsun ABC üçbucağı və bu da olsun AD hündürlüyü. Deməli AD hündürlükdür. AB-ni 10 veribdir. AC-ni veribdir 12. BD-ni verib 6. Aydın məsələdir ki, Pifagora görə bura 8-dir. 144-dən bura bir x yazarıq. X-in kvadrat bərabərdir 144 çıxaq 64. Buradan x bərabərdir 80-dən çıxar. Deməli 16 vur 5 kimi yazsaq 4 kök 5. Bura olar 4 kök 5. Bizə bunun sahələr nisbəti lazımdır. ADB bir S1 yazaq. Burada yazaq S2. S1 bərabərdir 2-də 1. 6 vur 8 eləyir 48, 2-yə bölsə 24. S2 bərabərdir 2-də 1. 8 vuraq 4 kök 5. Bu da eləyir 16 kök 5. Nisbəti 24 bölək 16 kök 5. 8-ə bölsək qalar 3. Burada qalar 2 kök 5. 3 bölək 2 kök 5. Cavab olur C variantı.